Axşamınız xeyir olsun. Hələ bəzədilmə mərhələsindəykən bu yarmarkanın görünüşünü çox bəyənmişdim. Dizaynı o qədər xoş, o qədər göz oxşayan idi ki, fərqli stendlər vardı. Çalışdım ki, yenə də hər birini sizinlə bölüşüm. Burada bəzi stendlər Targovdakı yarmarka ilə eyni idi. Bəziləri isə ümumiyyətlə heç görmədiyim stendlər idi. Şabalıd, əjdaha nəfəsi, kumpir, korundog, bunlarsız artıq yarmarka təsəvvür eləmək olmur. Bunlarla bərabər tavuk pilav, şaurma, dönər, xırtaxırt və şirniyyatlarla dolu stendlər var idi. Qiymətlər isə Targovdakı yarmarka ilə demək olar ki, eyni idi. Bəzi stendlərin ön hissəsində qiymətlər də qeyd olunmuşdu. Onları da sizin üçün çəkmişəm ki, bəlkə kiməsə maraqlı olar. Bu yarmarka üçün geniş ərazi ayrıldığından rahatlıqla gəzib dolaşmaq olurdu. Həmçinin ilk dəfə olaraq buz meydançası da bir yarmarkada gördük. Həqiqətən çox əyləncəli idi. Qiymətini soruşmağı unutdum. Bilənlər varsa mütləq şəkildə rəy bölməsinə qeyd eləsin. Çox sayda hədiyyəli stendlər də mövcud idi. Oynayaraq qazana bilərsiniz.